Salam dəyərli izləyicilər, hər biriniz xoş gördük. Bu videoda sizlərə İslamın zuhur etməsindən gizli dəvətin olmasına qədər olan İslam tarix mövzularından bəhs edəcəm. Keçən videoda bildiyiniz kimi sizlərə xanım Xədicə ilə Həzrəti Məhəmmədin sallallahu aleyhi və səlləmin evliliyi məsələni diqqətinizə çatdırmışdım. İndi isə gəlin videonun mövzumuza başlayaq. Həzrəti Məhəmməd ildə bir dəfə Hira mağarasına gedib, orada bir ay müddətinə ibadətlə məşğul olurdu. Sonrasında isə miladi 610-cu ildə yenə Hira mağarasında ibadətlə məşğul olarkən burada Allah tərəfindən ona vəhy gəldi və Ələq surəsinin ilk ayələri ona çatdırıldı. Onun peyğəmbər olduğu deyildi. Həzrəti Məhəmməd bu hadisədə bədəni titrəmiş, tez evə gedərək xanımı Xədicəyə bu məsələni danışmışdı. Xanım Xədicənin əmisi oğlu Vərəqə ibn Nəufəl Xristian dininə mənsub və İncili yaxşı bilənlərdən idi. Keçən videoda da sizə qeyd etdiyim kimi Məkkədə və Ərəbistan yarımadasında çox az sayda Xristian və Yahudi var idi və Xristian və Yahudilərin bir hissəsi İncil və Tövratla tanış olmuşlar. Vərəqə ibn Nəufəl onlardan biri idi və o şəxslər yeni bir peyğəmbərin gəlməsini zaten gözləyirdilər. Xanım Xədicə əmisi oğlu Vərəqə ibn Nəufəl ilə bu məsələni məsləhət eləyəndə əmisi oğlu ona, bəli, sənin dediyin bu xüsusiyyətlər Həzrəti Məhəmməddə var və o yeni peyğəmbərdir. Beləliklə, xanım Xədicə peyğəmbərin yanına gedir, sonrasında isə peyğəmbər onu bu dinə dəvət edir. İlk xanım müsəlman xanım Xədicə olur. Lakin xanım Xədicədən başqa ikinci, yəni ilk kişi iman gətirilməsi, İmam Əlinin olması haqqında bəzi insanlar süni şəkildə tərəddüd edib. Yəni, açıq-aşkar İmam Əlinin ilk kişi olaraq müsəlman olmasını bəziləri süni şəkildə orada nöqsanlar gətirərək onun olmamasını, onun yaşının az olmasını qeyd edirlər. Lakin bu doğru deyil. İmam Əli ilk iman gətirən kişi idi ki, o Peyğəmbərin sallallahu aleyhi və səlləmin evində yaşayırdı. Gəlin bu məsələni də sizin diqqətinizə çatdırım ki, Peyğəmbərin əmisi Əbu Talibdən keçən videoda bəhs eləmişdik. O Peyğəmbəri himayəsinə götürmüş, onun qulluğunda durmuşdu. Lakin sonradan Əbu Talibin dolanışıq zəifləmiş, Peyğəmbərimiz isə əmisi Abbasla məsləhət eləyərək Əbu Talibin ilk övladını öz himayələrinə götürməklərini qeyd eləmişdi. Peyğəmbərimiz İmam Əlini, Abbas isə Cəfəri öz himayəsinə götürməli idi. Beləliklə, İmam Əlinin 8 yaşı olanda artıq Peyğəmbərin evində, Peyğəmbərin himayəsində olmuşdu. İmam Əli 610-cu ildə İslamın gəlişində artıq onun 10 yaşı var idi. Və o Peyğəmbərə ilk iman gətirdiyini öz xütbələrində də qeyd eləmiş və Nəhcül Bəlağə kitabında da o keçmişdi. Bu hadisədən də bəlli olur ki, İmam Əli Peyğəmbərimizə ilk iman gətirən kişi olmuş və ondan sonra Zeyd ibn Abis və digər sahabələr, digər şəxslər Peyğəmbərimizə iman gətirmişdi. Əslində, burada heç bir ziddiyyət yoxdur. Lakin bəziləri qeyd etdiyim kimi, heç bir kitaba, digər əsaslı bir qaynağa isnad etmədən bu məsələni dilə gətirərək İmam Əlinin uşaq olduğunu, onun ilk iman gətirmədiyini, sonradan Peyğəmbərə iman gətirdiyini qeyd edirlər. Təbii ki, bu doğru deyil. Digər məsələ isə Abbas ibn Əbdülmütəllibin bir kənar şəxsi evində qonaq eləməsi əhvalatıdır ki, bu hadisə Təbəri, İbn Kəsir və digər klassik İslam tarix kitablarında qeyd olunmaqdadır. Əhvalat belə qeyd olunur ki, Abbas ibn Əbdülmütəllib bir ərəb şəxsi öz evində qonaq edirdi. O şəxs isə Kəbə evinin yanında namaz qılan bir kişi, sağ yanında duran uşaq, sol tərəfində duran isə bir qadın görür və o Abbas ibn Əbdülmütəllibdən soruşur ki, bunlar kimdirlər və onlar nə ibadət edirlər belə? Abbas ibn Əbdülmütəllib isə o şəxsin əmisi oğlu, yanındakı Həzrət Əlinin isə Əbu Talibin oğlu olduğunu, soldakı qadın isə onun xanımı olduğunu qeyd edir və onların bir dinə ibadət edirlər ki, o dinin bu dünyada 3 mənsub olduğunu qeyd edir o xarici şəxsən. Beləliklə, Məkkədən kənardan gələn ərəb şəxs bu dinin mənsubunun 3 nəfər olduğunu qeyd edir. Və bu hadisə bir çox İslam tarix kitablarında keçir.
Biz bununla da görürük ki, hələ Peyğəmbərin təzə dini yaydığı, təzə gizli şəkildə dəvət etdiyi dövrdə bu dinə mənsub 3 nəfər var idi. Peyğəmbərin özü, xanım Xədicə və Həzrət Əli. Digər insanlar isə sonradan mərhələli şəkildə İslam dininə iman gətirmişlər. Təbii ki, bu hadisədə heç bir ziddiyyət yoxdur. Gizli dəvət dövründə, yəni 610-613-cü illərdə miladi tarixində bu dövrdə bir çox insan gizli şəkildə gəlib Peyğəmbərin dəvətinə baş əyib İslam dini qəbul edirlər. Lakin bu qeyd etdiyimiz kimi bu adın niyə gizli qoyulmasında məqsəd isə bu açıq-aşkar Peyğəmbər hələ burada İslam dinini yaymırdı, İslam dinini təbliğ eləmir. Çünki Allah tərəfindən ona hələ açıq dəvət əmri verilməmişdi. Ona görə gizli şəkildə ən yaxın insanlara bu dəvət edirdi və Peyğəmbərimiz o gizli dəvət zamanında olan müsəlmanlarla ayrıca bir çox zaman yerlərdə namaz qılırdılar və ya dağların arasında çox ərəblərin gözünə dəyməməyə çalışırdılar bu dövrdə və əslində bu dövrün özündə də bir çox insan müsəlman olur. Düzdür, indiki dövrə baxdı sayılar az olsa belə o dövrə görə artıq müəyyən qədər bir insan Peyğəmbərin başına yığılıb bu dini qəbul eləmişdi. Əlbəttə, sonrasında İslam dini 613-cü ildə gizli dəvətdən açıq dəvətə keçir. Bizim videomuz gizli dəvət dövrünə qədər idi. Bu dövrə qədər sizlərə hadisələri izah eləməyə çalışdıq. Gizli dəvətdən sonra açıq dəvət gəlir. Bu dövrdə isə Peyğəmbərimiz ilk öz qohumlarından, nəslindən, hakimlərdən başlayaraq digər insanları dinə dəvət eləməyə başlayır. Lakin bu məsələni sizə gələn videoda izah eləməyə çalışacağam. Bu videonun mövzusu bura qədər idi. Gələn videolarda görüşmək ümidi ilə. Sağ olun.